bir yanım cennet bağı, salam şehitler bulağı. Dört bir yanım cennet bağı, salam şehitler bulağı. Əziz tamaşaçılarımız, Bakının Savalan qəsəbəsindəyik. Qəhrəman bir oğlumuzun bulağının yanında dayanmışıq. Bu oğlumuz vətən uğrunda, Füzuli uğrunda, Cəbrayıl uğrunda və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunub. Və Şuşanın işğaldan azad olunan günü, məhz bizim qələbəmizin tarixə yazıldığı günü, noyabrın 8-i 2020-ci ildə şəhadətə ucalıb. Bizim qəhrəman oğlumuz, qəhrəman şəhidimiz məhz qələbə şəhidimizdir. 44 günlük savaşımızın o qələbə gününün şəhididir. Xələfov Nicat İlqar oğlu 2021-ci ildə Siyəzən şəhərində doğulub. Savalanda böyüyüb, bax bu qəsəbədə böyüyüb. 2019-cu ildə hərbi xidmətə yola düşüb. Döyüş yolu Tovuzdan başlayıb. Çavuş rütbəsinə qədər yüksəlib. Qrad komandiri olub. Füzuli və Cəbrayılın işğaldan azad olunmasında xüsusilə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. Hadrut, Zəngilan, Laçın və Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak edib və dediyimiz kimi noyabrın 8-i 2020-ci ildə bizim o şanlı döyüşlərimizdə, o Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Məkanı cənnət olsun. Bu oğullarımız Rafiq müəllim, o 44 günün, o şanlı 44 günümüzün 44-ündə də iştirak edən oğullarımızdır. Düz qələbəmizdə o bayrağımız Şuşaya sancılan dəqiqəyə qədər. Təsəvvür edin, o qələbə günü şəhadətə ucalasan. O ata-ananın sevinci hüdudu ki, artıq oğlumuz qələbə qazandı, zəfər çaldı. Amma birdən-birə oğlunuzun o şəhadətə ucalmağın, şəhidlik zirvəsinə ucalmağını işləsən. Allah səbir versin doğmalarına. Allah cəmi şəhid ailələrinə səbir versin. Amin. Və bugün biz buradayıq, əziz tamaşaçılarımız. Bu bulaq Nicatgilin evinin önündədir. Bax, bu küçə Nicatgilin küçəsidir. Burada böyüyüb, bax bu məhəllədə böyüyüb, bu evdə böyüyüb bizim qəhrəman oğlumuz. Və mən istəyirəm ki, sizinlə bərabər, əziz tamaşaçılarımız, Nicatgilin evinə gedək, anasının, atasının huzuruna gedək. Sizin hər birinizi dəvət edirəm, əziz tamaşaçılarımız. Bizimlə bərabər müqəddəs şəhidimizin evinə gedək. Bəli. Gör, necə gözəl xatirədir. Şəhid Nicat Xələfovun evi. Görün, adi bir sıravi bir vətəndaşın evinin üstündə belə bir tablo varmı? Şəhid Nicat Xələfovun evi, yəni ziyarətgahı, ocağı. Bəli, bəli. Məkanı cənnət olsun. Sizin hər birinizə arzu edirəm ki, bax beləcə şəhidlərimizin adı həkk olunan bax bu evlər ki var, şəhidlərimizin yaşadığı ki bu evlər var, o evlərə siz də təşrif buyurasınız. Gəlmək olarmı ata? Müqəddəs ocağınıza, ziyarətgahınıza gəlirik. Nicatımızın adına gəlmişik bura. Nicatımızın qonaqlarıyıq. Müqəddəs bir yerdəyik, əziz tamaşaçılarımız. Hər dəfə biz şəhid evlərinə gələndə bir ocağa sanki ayaq basırıq. Bura bizim Məkkəmizdir, bura bizim Mədinəmizdir, bura bizim ən ülvi, ən müqəddəs yerimizdir. Və o şəhidlərimizin anası ilə, atası ilə ki görüşürük, hər biri bizim qürur yerimizdir. Bu bizim üçün təkcə sözdə deyilən bir kəlamlar, bir sözlər deyil. Həqiqətən bu belədir. Siz bizim qürur yerimizsiniz. Evinizə gəlmişik, Nicatın qonağıyıq. Nicatı. Hoş geldin. Nicatın adına gəlmişik. Allah səbir versin. Hoş gelmişsiniz. Allah sizi qorusun, Allah sizi var Allah eləsin. sizləri qorusun. Nicatın bulağından su Allah içdik. O Allah ehsan olsun. bulağıdır, o suyundan Allah içdik olsun. onu, sonra gəldik evinizə. Hoş gelmişsiniz. Yüreğimiz üstə, gözümüz üstə yerimiz var. Allah sizi qorusun, Sən Allah sizi şey qorusun. Ağsaqqal o Nicatın əlizidir. Nicatın əlizidir. Bu evi özü təmir edib Nicat. Bu Nicatın əlizidir. Eləyə bilmirik də onu hətta aboyla bir cırılmağa da başlayıb biz o əlimiz gəlmir ki, oradan dəyişək. Nicat özü bu Hə. evi təmir edib. Bu Nicatın əlizidir. Məkanı cənnət.
bax beləcə hər bir şəkil, hər bir burada detal Nicat haqqında danışır. Bizim bu oğlumuz 44 günün 44-ündə də döyüşüb. Müharibənin odunu, alovunu, hər bir çətinliyini görüb və qələbəmizə, o Şuşaya bayrağımızı sancdığımız an, o qələbəmizi qazandığımız an, Qarabağı bütövləşdirdiyimiz ana cəmi 2 saat qalmış şəhid olub. Düz deyirik. O bayraq var orada. O Şuşaya sancmadan ötürü götürdüyü bayraqdır. Özü götürmüşdü. Bəli, o 44 gün o bayrağı özünə gəzdirib ki, Şuşaya sancacaq. Bəli. Bayrağa deyəsən çox həddindən Hətta artıq sevgisi bu olub. bayraq körpə idi, 3-4 yaşında tapıb gətirmişdi. O qədər qorudu, saxladı ki, heç yadımdan çıxmır. O şəhid olandan sonra rayon qeydiyyatı olduğuna görə onu rayona gətirmişlər. Biz ora getmişdik. Yəni biz getdik, geri qaydanda heç gözümdən qabağından getməyən bir şey. İçəri girəndə bu bayrağı onun şəhid şəklinin altına qoymuşlar, onu gördüm. Həmən bu şəkil bayrağı. Həmən bu bayraq. Bu 18 il onun özünün qoruyub saxladığı, yəni 18 yaşına qədər qoruyub saxladığı həmən o körpə vaxtı tapdığı bayraqdır. Aha. Biz öyrəşmişdik, gözümüz öyrəşmişdi də. O həmişə evin ən hündür yerində saxlayırdı həmən bayrağı ki, nə xoşu gəlirdi də hündürdə olsun. Bayraq. Həmişə deyirdi ki, o bizim hamımızdan hündür olsun. Bayraq. Hə, biz də öyrəşmişdik. O əskər gedəndən sonra da biz o bayrağı həmişə elə evin ən hündür yerində saxlayırdıq. Sonra o şəhid olandan sonra ki, bizə xəbər gəldi ki, yaralanıb, biz rayona getdik. Yox, Siyəzən rayonuna. Siyəzənə. Geri qaydanda, qapıdan girəndə ilk gözümə dəyən oldu ki, həmin bu qoruyub saxladığı bayrağı onun şəhid şəklinin altına qoymuşdular. Sanki özü öz taleyini yazıbmış da, özü o şəhidliyini. Bəli, 4 gün əvvəl o şəhid olacağını bilib hətta. Necə, kimə deyib? Öz sürücüsü var burada, Məhəmməd. Bax bu oğlandı. Bunlar hamısı onun döyüş yoldaşlarıdır. 14-cü batareya, onlar artilleriya bölməsində olublar. Bu şəkili harda çəkdiriblər? Bu şəkil Şuşadadır. Mənim oğlumun şəhid olduğu yerdir. 15 dəqiqə sonra oğlum həmin yerdə şəhid olub. Bu şəkil çəkiləndən 15 dəqiqə sonra şəhid olublar. Bəli, bir tək oğlum şəhid olub orada. O uşaqların hamısını maşından düşürdüb ki, hə, indi görüb ki, mərmilər atılır. Uşaqlara deyib ki, bəs düşün, mən də atıb gəlirəm. Uşaqların dediyinə görə saniyə fərqi var idi ki, o bir saniyəni də əgər cəld tərpənə bilsəydi, o mərmi ona dəyməyəcəkdi. Demək ki, o şəhidlik məqamı artıq həmən məqamı. Amma 4 gün əvvəl o şəhid olacağını bilib. Kimə deyib? Kimə, o haqda kimə deyib? Həmin bu döyüş yoldaşı var, Məhəmməd. Bəli. Deməli, Məhəmmədə deyib ki, o burada bir şəkil vardı. Məhəmmədə deyib ki, mən sabah şəhid olacağam. Öz beşmiş rotun gətirib ona verib. Hə, deyir ki, Baxa olar ona. gecə olub. Deyir ki, gətirdi sumkanı, tək-tək deyir, paltarlarını deyir, içində qatlamışdı, deyir, yığmışdı, əşyalarıydı deyir. Paltarları çıxardır, deyir, mənə verir. Mən deyirdir ki, bunları öz əlindən atama, anama verəcəksən. Mən də deyir, donub qalmışdım ki, niyə mən? Hə, deyir, mən dedim ki, niyə mən? Deyir, o mənə dedi ki, mən sabah şəhid olacağam. Çünki 4 gün əvvəl idi, deyir, 4 gün əvvəldən bizə deyirdi ki, mən şəhid olacağam. Həmin orada bir yazı var. O yazını şəhid olduğu gündən bir gün əvvəl, bax bu yazını yazıb. Bir Niva maşının arxa şüşəsində yazıb. Olar mı baxın? O yazını, bəli, olar. Həmin yazını da biz sonra mənim yoldaşım gəldi ki, o məzarın üstünə yazı yazmaq lazımdır. Biz nə yazaq ora? Mənim ağlıma gəldi ki, axı o özü yazıb da. Yəni onun yazdığından daha yaxşı nə yaza bilərik? Nə yazılıb burada? Burada yazılıb ki, düzünə Qarabağ, Azərbaycan. Burada bir ürək qoyub qabağında. Bəli, vətən sənə canım fəda. Burada yazıb, şəhidlər ölməz, vətən bölünməz. Burada Hər şey yazıb. Nə lazımdır hamısını yazıb. İstər yağış olsun, istər qar olsun. Mən bu yoldan dönər olsam, vətən mənə ar olsun. Burada da imzasıdır. Biz sonra bu maşının pəncərəsi yox, Nivanın Nivanın arxasıdır, Nivanın arxası düzdür axı. Nivanın oraya yazıb. Baxın əziz tamaşaçılarımız.
şəhidimizin son yazılarıdır. Sanki özünün şəhid olacağını bilirmiş və bütün bu sözləri yazıb. Yox, ailə təsəvvürləyin ki, onu gətiriblər, qapıdadır, amma heç kim bizə deyə bilmir ki, o şəhiddir. O gətirilib, qapıdadır. Həmin anda Heç kim həm də bizə onu bütün deyə Azərbaycan bilmir. qələbə sevincini yaşayır. Bəli, təsəvvürləyin bizim rayonun qələbə Toy bayramı havası idi da, hamı havası. qələbəni bayram eləyirdi. O qrupla bizim oğlumuzu o dəfn eləməyə apardığımız qrup hamısı ikisi birinə qarışdı. Qələbəni yaşayanlar bəli. mübarək bir şəhidin son mənzilə yola salırdılar. Belə bir şey var idi. Onun onda belə bir xüsusiyyət var idi ki, o həmişə deyirdi ki, baxarsan Qarabağı biz alacağıq. Özü deyirdi. Həmişə deyirdi. Sonra mən fikirləşirdim ki, o müharibə dövründə doğulan uşaqdır da, yəni başqa necə ola bilər ki, onun arzusu yəqin ki, belə xəyal qura bilir. Amma heç ağlıma gətirməzdim ki, o gedəcək qələbə günü şəhid olacaq. Bu 44 gün müddətində sizinlə danışırdı. Danışırdı. O mənə son atdığı şəkildir. Bax, bu sonuncu dəfə. Hamısı çəkilib. Bizdə məsələn mən hərdən deyirəm, Sonuncu sizə göndərdiyi sonuncu şəkildə. dəfə özünün mənə göndərdiyi şəkildir. Mənim hətta yadımdan çıxmır. Mən bu şəkili böyüdü baxanda onun üzü ağarmışdı. Mən şəkli böyüdü baxanda elədi. Mən o ona baxanda mən o qədər ağladım ki. Çünki bilirsiniz bax bu Bax bu şəkil fərqlidir. Bilirsiniz nə üçün? Bax bu şəklin simasında o 44 günlük müharibənin bütün ağrısı, acısı, qələbəyə gedən yolun nə qədər ağrılı, əziyyətli, məşəqqətli olduğu görünür. Yəni biz qələbəni asanlıqla qazanmamışıq, əziz tamaşaçılarımız. Bax bir şəhidimizin sonuncu şəklidir və o şəhidimiz qələbə günü şəhadətə ucalan şəhidimizdir. Alnının qırışına baxın, neçə yaşı vardı? onu müqayisə edə bilərsiniz. Neçə yaşı var? 19 yaş. 19 yaşında bir oğlanın baxın alnının qırışı, üzündəki cizgilər, üzündəki ifadə, gözündəki o yorğunluq, gözündəki baxın ona. Bax 44 günün ilk günlərində çəkilən şəkildir. Bax Bu ilk günlərdə çəkilən şəkildir. bu isə son 11 gündə çəkilən şəkildir. Fərqə baxın. İkisinin arasındakı Fərqə baxın əziz tamaşaçılarımız. 44 günə sanki bizim bu oğullarımız böyüdülər. Sanki bizim bu oğullarımız belə deyim də yaşa doldular. Fərqə baxın. Bir ayın içərisində olan eyni adamın, eyni şəhidimizin şəkli və o müharibənin bütün ağrı acısı onun bütün simasında özünü göstərir. Qəhrəman oğlumuz məkanı cənnət olsun. Sonuncu dəfə mənə zəng eləyəndə mən onun çox səs yazılarını saxlamışam. Bir ona heyfslənirəm ki, məsələn, yoldaşımın telefonuna zəng eləyəndə mən onları yazıb götürmürdüm. Öz telefonuma yazdıqlarını yazıb götürürdüm ki, növbəti dəfə o danışıncaya qədər qulaq asırdım ki, darıxmayım. Axırıncı dəfə mənim yoldaşımın telefonuna zəng eləmişdi. Dedi ki, bilirsən, dedi, sən mənə fəxr eləyəcəksən. Məndə o qədər ağıllı idi ki, o hədsiz ağıllı uşaq idi da. Yəni fikirləşdim ki, %100 nəsə düz getmir də. Yəni bu danışıq o danışıq deyil. Başa düşmüşdüm ki, başa düşdüm ki, o məni nəyəsə dilə tutur. Dedi mən ki, bilirsən, sən mənə fəxr eləyəcəksən. Yəni o sözü uzatmağı anında mən başa düşdüm ki, nəsə düz deyil. Dedi mən ki, bilirsən, hər şey yaxşı olacaq, sən səbr elə, hər şey yaxşı olacaq. Bir də onun, məsələn, mən bugün möhkəm dayana bilirəmsə, onun sayəsindədir. Nəyə görə? O şəhid olanda sonuncu cümləsi, uşaqların dediyinə görə son cümləsi o olub ki, anama de möhkəm olsun, mən rahat yatım. Əgər o elə danışmasaydı, mən inanın bugün də dayana bilməzdim. Çünki onun o son 4 gündə ki, şəhid olacağını bilib, o uşaqlar danışır ki, elə oturub durub deyir, onu deyirdi ki, ölümdən qorxmuram, amma anam ona dözə bilməyəcək. Sizdən narahat imiş. Anam dözə, hətta Türkiyədə elə bir məqalə çıxmışdı.
başlığı da elə götürmüşlər. Mən ölümdən qorxmuram, sadəcə anamın buna dözə bilməyəcəyindən qorxuram. Gəl o məqaləni baxın, əziz tamaşaçılarımız burdadır. Operatorumuzdan xahiş edək. Mən ölümdən korkmuyorum, sadəcə annemin yoxluğuma dayanamayacağından korkuyorum. Şəhid Xələfov Nicat İlqar oğlu 4 Ağustos noyabr. Yox, 4 avqust 2001-ci ildə Siyəzəndə dünyaya gəldi və kiçik yaşlarından etibarən bayrağa özəl bir düşkünlüyü vardı. Bayrağı çox sevirdi. Sanat Universitetində oyunçuluq fakültəsinə qəbul olundu. İncəsənət Universitetinin tələbəsi olub. Getməyib. O hərbini istəyirdi. Aha. Mən də həmişə deyirdim ki, istəmirdim də hərbiyə getsə, fikirləşdim ki, o hərbiyə getsə, mən ondan ayrı qala bilməyəcəm. Yəni, ona deyirdim ki, ona deyirdim ki, həmişə bilirdim ki, məktəbdə də yaxşı oxuyurdu. Həmişə deyirdim ona ki, mənim də haqqımdır da, mən də tələbə anası olmaq istəyirəm. Sonra qəbul oldu. Qəbul olandan sonra gəldi mənə dedi ki, gözün aydın dedi, sən də tələbə anası oldun. Sonra 2-3 gün keçəndən sonra gəldi mənə dedi ki, bilirsən, gördüm ki, keyfi yox idi. Dedim, nə olub? Dedi ki, bilirsən dedi ana, bax o hissi sənə yaşatdım da. İndi mənə icazə ver. Hə, sən də tələbə anası oldun, o hissi sənə yaşatdım. İndi mənə icazə ver, mən hərbiyə getmək istəyirəm. Bir uşaqda anaya bağlı. Ana şeiri, bu uşağın özünündür. Nicat Xələfov, anama, ana səni sevirəm, sən bizi böyüdüb başa çatdıransan. Mənim üçün əziz, çox əziz olan insan üçün. Burada da var. Ana səni sevirəm. Bu nə qədər anaya bağlılıq, ana sevgisi bu insanda nə qədər... Ana sevgisi onlarda vətən sevgisi olub da. Şəhid ataları bizim üçün həqiqətən əziz tamaşaçılarımız Azərbaycanın ən qürur verici kişiləridir. Ən qeyrətli kişiləridir. Məğrur dayanan atalardır, şəhid ataları. Sizdən statusu yüksəkdə olan bir insan yoxdur Azərbaycanda. Ali Baş Komandanlarımız hər zaman nə deyir əziz tamaşaçılarımız? Ali Baş Komandan hər zaman onu deyir ki, statusu ən yüksək olan insanlar şəhid valideynləridir, şəhidlərin əmanətləridir Azərbaycanda. Bax bu ataların bəzən biz verilişlərdə də görürük, tədbirlərdə də görürük. Məğrur dayanırlar, məğrur dayanışları var, amma gözlərindəki o kədər və o gözlərindəki bir damla yaş ki olur, o yaş kədər yaşı deyil, o yaş oğlunun ona, onun adına, onun soyadına verdiyi qürurun yaşıdır. Allah sizi var eləsin. Sizin kimi kişilər o oğulları bu cürə tərbiyə elədilər. Əgər bax burada baxırıqsa, əziz tamaşaçılarımız, bax bu tabloların hər birində Nicat anasına olan sevgidən danışır. Anaya olan sevgini bir ailədə ata oğluna öyrədir. Bu belədir. Belədir, belə də olacaq. Əgər bir oğlan anasına sonsuz dərəcədə belə deyim, sevgi göstərirsə, ilgi göstərirsə, bu o ailədə anaya, qadına qarşı olan sevginin bəhrəsidir. Və bizim bütün şəhidlərimiz analarına olan sevgini əslində Azərbaycana olan sevgiləri bilirdilər. Nicat şəhid olan yerdə bir bulaq var. 44 günlük Vətən müharibəsinin ilk şəhid bulağıdır. Nicatın adına onlar həmin bulağa Nicatın adını veriblər. Biz də 4 il sonra həmin bulağa getdik, Nicatın vurulduğu yerə getdik. O bulaq da oradadır. Həmin bu lövhə şəhid Tural Həsənovun Laçın şəhididir. Tural Həsənovun öz əllərinə yazdığı lövhədir. Şəhidin. Bəli. Deməli, Nicatın bulağının üstünə aparıb həmin bu lövhəni qoyublar. Sonra orada qaydanda həmin o uşaq şəhid olub. Hə. Bunu da bilirsiniz necədir? Biz ora başqa bir mərmər lövhə qoyduq. Bunu o qədər bizə əzizdir ki, yəni onun əl işidir. Biz onu oradan bura gətirdik, çünki orada qalsaydı onsuz o korlanacaqdı, gedəcəkdi. Çox doğru etmişsiniz, Nicatın bu ev bunu o qədər həqiqətən də o qədər bizə əzizdir ki, bunlar hər biri tək-tək onun öz əli ilə oyub hazırladığı lövhədir, bəli.
Məkanı cənnət olsun bu oğullarımızın. Onların haqqında nə qədər danışsaq azdır. Biz ona görə onların haqqında daha çox məlumat veririk. Atalarından, analarından, onlarla bir məhəllədə yaşayan, bax burada onun məhəllə belə deyim də dostu var, qonşusu var. Onlarla bir yerdə əskəri xidmətdə olanlar, 44 günlük Vətən müharibəsində bir səngərdə döyüşən oğulları. Ona görə biz danışdırırıq ki, bu qəhrəman oğullarımızın həyat yolu, döyüş yolu, bugün o yeniyetmə Azərbaycan gəncləri ki var, 14, 15, 16 yaşında bizim oğul balalarımız var. Onlar üçün nümunəvi kişi simvolu, o kişi idealı kim olmalıdır? Bax, Nicat kimi oğullar olmalıdır. Düşməni torpaqlarından qovan, torpağını öz evindən, ailəsindən, anasından da artıq sevən və Azərbaycanı birləşdirən, Azərbaycanın sərhədlərini bir edən. Bax, bizim nümunə göstərəcəyimiz gəncliyimizə oğullarımız belə oğullardır. Məkanın cənnət olsun, qardaş. Sən ki, o 44 günün 44-ündə də döyüşmüsən. Sən ki, o müharibənin acısını sona qədər, son günə qədər görmüsən. Biz Azərbaycanın bütün bölgələrində, nəinki Azərbaycanda, bütün dünyada, bütün Türk dünyası Azərbaycanın şanlı qələbəsini yaşadığı gün, noyabrın 8-də hər yerdə toy bayram olanda sən son nəfəsini vermisən. Sən son nəfəsini verib vətən qarşısında borcundan çıxmısan. Məkanın cənnət olsun, unudulmaz, heç vaxt unudulmayan və Azərbaycan durduqca adı tarixə yazılan bizim igid, qəhrəman Nicat Xələfov, Şuşa Fatihimiz. Ümumiyyətlə, hara gedirdisə bir yerdə gedirdik. Məsələn, bazara nəsə almağa, yaxud marketə falan bir yerdə gedirdik. Vaxtımızın gün ərzində çoxun bir yerdə keçirdik. Bir də sahəmiz vardı, futbol oynayırdıq uşaqlarla. Amma bilmirəm, internetdə falan olan sujetlər hazırlanıb hansı ki, onların çoxunda biz bir yerdəyik. O videoların çoxunda bir yerdə çəkmişik. Yəni, telefonumda da var. Biz elə bir bu gün üçün o şeyləri, xatirələri toplayırdıq da, o videoları. Orada bir şəkil var, köynəkdə məzun lenti ilə bir yerdə, o da mən çəkmişdim. Bəli, də yuxarıda formada da var. Forma. Bir də bunu da deyim. Elə son zəng günündə də məzun elə bir konseptində onların sinif rəhbərləri hərbi çağırış müəllimi idi. Şagirdlərə bu formayı geydirmişdilər. Hərbi formanı. Bax, məzun. Son zəngdə bəli. Hərbi paltar. Bağçada da, birinci sinifdə də hərbi paltarda olur. Deməli, bu birinci sinifdə də hərbi paltar geyinib, son zəngdə də hərbi paltar geyinib. Burada da hərbi paltar bu belə yaxalarına məzun yaxalıdır. Bu 11-ci sinifdə çəkilib. Demək ki, onun taleyi hərbiçiymiş, onun taleyi mübarək şəhidliymiş və onun taleyinə Azərbaycanın işğalda olan torpaqlarını ermənidən, o işğaldan azad etmək yazılmış. Həmişə dediyi kimi. Həmişə dediyi kimi. Qarabağı biz alacağıq. Qarabağı biz alacağıq. Görün, özü deyilmiş ki, Qarabağı biz alacağıq. Hətta 4 gün əvvəl deyib ki, 4 gün əvvəl, 2 gün əvvəl hərbiyə getməmişdən əvvəl, 2 gün əvvəl bir yaşlı tanışımız var. Ona deyib ki, baxarsan Nəbi dayı, Qarabağı biz alacağıq. O Cəbrayıllıdır. Cəbrayıllı deyib, Cəbrayıllı biz alacağıq. Deyib, sənin torpağı da alacağıq. Baxarsan, mən özüm sənə xəbər eləyəcəm ki, biz sənin torpağı da aldıq. Amma Nicat ki, bütün torpaqların işğaldan azad olunma, o sevinçli günlərin hamısını yaşadı. Bəli. Hamısını yaşadı. Həqiqətən də. Bax, indiki vaxtda da, məsələn, bu 44 günlük müharibədə əvvəlki günlərdə şəhid olan oğullarımızın anaları var. Mənim çoxundan tanışlığım var. Deyir ki, onlar həmişə mənə deyirlər ki, bilirsən, Nicatı nəyə görə daha çox sevirik? Ona görə ki, deyir, o bizim oğullarımızın qisasını alıb. Bəli. Qisasımızı aldılar. Bütün Azərbaycanın qisasını aldılar. 30 ildir biz nəyə gözləyirdik? Bunu gözləyirdik. Hətta onun birinci Heç düşünürdünüz ki, Nicat böyüyər, gedər bu qisasımızı alar? Hə? Gör nə oğul böyütmüsünüz siz. Bütün Azərbaycanın qisasını alıb sizin oğlunuz. Bütün Azərbaycanlıların ürəyindən xəbər verib. Bax, biz bu yaxınlarda Xocalının gününü keçirtdik də. Xocalının həm işğal olunan, o bizim qız gəlinin başına nə müsibətlər ki gətirilib Xocalıda, biz o günü yaşayırıq və Xocalının işğaldan azad olan gününü toy bayram edirik. Sizin oğullarınız, bax Nicat, Xocalının qisasını aldılar.
Görürsüz necə oğul böyütdünüz. Bütün Azərbaycanlıların, o Xocalıda 613 nəfərin və onların deyir o başına gətirilən müsibətlər bir dağ idi hər bir Azərbaycanlının ürəyində. Sizin oğullarınız bax Onu elədilər. sanki onu bizim üzərimizdən götürdülər. Bizim qeyrətimizi götürdülər. Hə. Əsas odur. Azərbaycan kişisi üçün də qeyrət, Qeyrət namus var da, əlbəttə. qeyrət başqa anlamda sizin Əlbəttə, üçün. mənim üçün başladı. Çox baş. Fəxr edirəm də mən yenə də. Fəxr olunası oğuldu. Bax biz burada dayanmışıq əziz tamaşaçılarımız. Biz burada elə bil ki, bütün Azərbaycan bizim ətrafımızdadır. Bax bu muzeylər ki var, şəhidlərimizin bax bu adına açdığınız muzeylər ki var. Bütövlükdə Azərbaycandır. Qapıdan içəri girirsən elə bilirsən Azərbaycana. Bura, bax bu kiçik bir otaq sanki bir Azərbaycandır. Bütün ev Nicat olub. Bəli. Nicat da Nicat biz da üçün Azərbaycandır. Azərbaycandır. Çünki Bayrağımızdır. hətta müharibədə əynində olan geyimdə belə Bu onun əynindən çıxan geyimdir. o müharibə vaxtı əynində olan geyimidir. Baxaq o. Vurulduğu anda o başqa bir geyim olub əynində. Amma Amma bu döyüşlərdə- bəli, döyüş vaxtı əynində olan geyimlərdir. Baxmaq Hətta olar, bəli, baxaq niyə olar. olmur? Mən istəyirəm. Hətta orada onun çiynində mərmilərin izi var. Bax o çiynində mərmilərin izi var. Mən hər şeyi olduğu kimi saxlamışam. Çünki o bir tarixdir də, yəni. Bax burada bax bu çiyində mərmi daşındığına görə biraz bu çiyin burdan fərqlidir. Bax hiss edirsiniz? Bəli, bəli, bəli. Bax bu üst baş geyim Üstündən də hərbi, bax hərbi iyi gəlir, baxın. yanıq iyi gəlir. Yanıq iyi, elə üstündən. kül Bəli, iyisi. Bəli. Hətta siz buna Top baxın. tüfəng iyisi gəlir. Aha, burada nə var? Bunun hətta bir cibindən belə yenə bayraq çıxıb. Ay aman. Baxın əziz tamaşaçılarımız, cibində də bayraq olub. Üzərində geyindiyi bax Nicatımızın geyindiyi formasıdır. Son günə qədər o Son əynində günə olur. qədər əynində. Son bəli, son 2 gündə səhv eləmirəmsə o geyimi dəyişib. Vurulanda da həmin geyimdə vurulub. Necə? Bu formanı. 9 gün bunu geyirib, axırıncı gündə bu olur əynində. Həmən bununla da aparıblar Meksikada bu paltarlarla. 39 gün Yox, bu geyimi geyinib. Özü qıratanı. Bunu baxın əziz tamaşaçılarımız. Bax bu günlərində bütün bunu o dəyişib. müharibə dövründə bax bu geyimi geyinib 39 gün əynində olub. Qəhrəman şəhidimizin, Şuşa fatihimizin, Şuşanı, Qarabağı işğaldan azad edən və müharibəni son gününə, son anına qədər, qələbəyə 2 saat qalmışa qədər yaşayan oğul və o qələbəni bizə yaşadan oğul. Bu oğullar bax bu belə deyirəm, mən həmişə deyirəm ki, müharibəni biz bəzən deyirik ki, 44 gün az bir müddətdir, amma o 44 gün sanki bir 44 il qədər bizim üçün gəldi. Bu oğullar bax belə əziyyətlə o Bayraqda 44 gün maşınında olur. bu bayraq, Bəli, qıratın üstündə. 44 gün O özü bir tarixdə o yuyulmayıb. bayraq. Hə, o bayraq 44 gün bu Onun maşın. üstündə hətta Həmən maşında, onun üstündə olur. Onu vurub hamısını maşoka ki, bunu verərsə anama, atama. Bu başının sürücüsü olur. Yox, qırat atıcıdır. Atıcı. Qıratın atıcısı Atıcısı. olub və həmən qırat maşınında olub bu bayraq. Bəli, bəli. Bu qırat durur özü. Dur, mən getmişim. Yox, getmişim. Qırat vurulmayıb ki. O atanda birinci mərmi tutub onu. Bu atıb maşından Qırat özü. salamatdır. Maşın sağ, bir də şəhsiz idi. Onu şah damarından değmişdi. Qəlbə. Hə, qəlbə. O birində qıçından değmiş uşağında, yanındakını bir də bizim rayondan olur. Bunlar aparıblar sonra bilmir, uşaq da bilməm nə var, nə yox. Uşağın başı əsəblərindən nə olmuş. Qazi olub da o uşaq. Bilməm, indi qadir, başı bizə görünmür o Amma o uşaq. oradakı bayraq o vurulanda onun qolunda olub. Bax bu bayraqda bunun öz qanı var, bax. Nicatın, mən hara getsəm bu bayrağı özümlə götürürəm. Siz nəyə görə? Çünki mən həmişə oğlumla gəzmişəm, hər yerə getmişəm. Bu yanımda olanda elə bilirəm ki, o yanımdadır. Nicat yanınızdadır. Bəli, Baxın. çünki bu bayraq yanımda olanda elə bilirəm ki, o özü məndəndir. Ona görə də hara getsəm o mənim özümdən olur. Nicatın
son Bəli. ana qədər üstündə olan Hətta bayraq. mən sizə belə bir şey göstərim. Bayraq Bax, bu çıxdı, bu baxın. onun Neçə dənə bayraq? 9 dənə yaxına bayraq. O Bütün böyüklərlə bir əşyaların içində Allah'ın bayraq. bir atsın deyirəm. olsun, olsun qardaş. Hələ burada Qrajanski bayraqlandı. Qrajanski əskər gəlməmiş. Bax. Nə qədər bayraq Ancaq sevdalıymış. bayraq idi. O, Allah'a. inanırsınız, Nə bilim, bizdə dəhşət. Nə bilim, çarəsi olsa o bayraqla yatardı. Elə bir Bu insan. dərəcədə sevgisi oldu. Hədsiz çox Və sevirdi. əziz qardaşım, bax bu bayrağın üzərində biz Düz 44 gün bayrağıdır. Maşında olan bayraqdır. O da maşının bakında olan bayraqdır. O da 44 gün bayrağıdır. Bunlar hamısını bizim için bir maşaka yığılmışdı. bu bayraq. Hemen o Məhəmmədə demiş, aparım anama verərsin. Öz çantasına yığıb hamısını. Qatlayıb hər birini yığıb, o bayaq sizə danışdığım o sürücüsü vardı. Bu bakıda Deyir ki, hamısını dedi, yığıb qoymuşdu, qatlayıb qoymuşdu dedi sumkaya. Tək-təkdir mənim əlimə qoydu ki, bunu atama verəcəksən öz əllərinlə, bunu anama verəcəksən öz əllərinləndir. Adətən belə bayraqlar Mən də maşınlarda donub var. qalmışdım. Deyir, bunu nəyə görə çox sevirdi? Saçaqları deyir, oynayırdı, o paka maşın bağlamış. gedəndə də külək Məhəmməd deyir ki, paka bağlamış, sevinirdi ki, bayraq da maşında hər yerində. Və bu oğullar bir də hər Azərbaycanın işğalda olan torpaqlarını azad etdikcə addım-addım ki irəliləyirdilər. Bir-bir baxın, görün hansı torpaqlarımızın işğaldan azad olunmasında Nicatın adı keçir. Cəbrayıl var orada, Füzuli var, Zəngilan var, Ağdam var, Laçın var, Şuşa var və hər dəfə o torpaqlardan keçəndə sanki bu bayrağımızla bu bir belə deyim də bayrağımızı bax bu torpağımıza da sancdıq. Düşmənin bayrağını bu torpaqlardan, düşmənin ayağını bu torpaqlardan üzdük, silindi. Şuşanın bayrağını Gəzdirdik onu Şuşada getdik. hər yeri getdik, onun o bayrağının, onun gəzdiyi yerləri qarış-qarış gəzdik. Çünki o mənə bir söz demişdi, müharibə vaxtı dedi ki, bilirsən dedi, müharibə burada müharibə qutarsın dedi. Sonra səni özüm tək-tək harda olmuşam, hər birinə gətirəcəm. Gəzdirəcəm. Sonra o şəhid oldu. Hə, o şəhid olandan sonra çox dəvət edirdilər. Şəhid anaları dəvət olunurdu, gedirdilər. Məsələn, məni də dəvət edirdilər. Mən həmişə deyirdim ki, mənim oğlum orada şəhid olub. Mən ora gedə biləcəm, bilməyəcəm. Sağ olsunlar. Getdiniz. Həqiqətən də bizi tək-tək qarış-qarış haralarda olublarsa hər birində 20 dəfə gəzdirdilər. yıxıldıq o yollara gedənəcə. 20 O dəfə. vurulduğu yerə gedəndə həqiqətən də nə qədər yıxılıb qalxdığımızı bilmədik. O qədər orada Hansı mərmilər ərazidir? Şu idi. Topxana meşəsi Aha. qayanın o aşağı tərəfindədir. Daşaltı Qayanın tərəf. altı, bəli. Daşaltı tərəf. Bəli. Şuşa Fatihimiz, Nicatımız. Bax bu bayrağı da özü ilə son günə qədər, son ana qədər, şəhadətə ucalana qədər bayrağı sinəsində gəzdirən bizim oğlumuz. Buradakı bayrağı da operatorumuzdan xahiş edək. Bax bu bayrağın üstündəki bax bu görürsünüzmü? Nicatdan qalan belə deyim izlərdir. Təkcə bu Nicatdan qalan izlər deyil. Bunlar Qarabağı işğaldan azad edən oğullarımızın hər birinin izidir. Bu bizə 44 günlük Vətən müharibəsinin nişanələridir. Mübarək nişanələridir. Deməli o şəhid olandan sonra uşaqlar görüblər ki, axı o bayrağı Şuşa üçün götürmüşdü də, o şəhid oldu. Həmin bayrağı onu özünə büküb göndərmişdilər. Ona görə də Bu bayrağı. ona görə də biz fikirləşdik ki, ola bilər ki, indi hər şəhidin tabutunun üstünə qoyulur da bayraq. Biz fikirləşdik bəlkə uşaqlar səhv eləyərlər. Biz məsciddən gələn uşaqlardan soruşduq ki, bəs belə bir şey var da, biz bilmək istəyirik dəqiq o bayraqdır, yoxsa yox. Onlar bizə başa saldılar ki, bizim bayraqların hər birində yəni nişanəsi var da. Hə, onlar baxdılar, bizə başa saldılar ki, yox, bu bizdə belə bayraq olmur. Özünün üstündə olan Öz bayrağıdır, bəli. O Şuşa üçün götürdüyü bayraqdır, tabutuna da həmin o bayraq sarılıb. Vətən oğlu. Bayraq uğruna, Azərbaycan uğruna canından keçən oğullarımız, Şuşa Fatihimiz, Nicat İlqaroğlu Xələfov. 2001-ci ildə doğulan və 2020-ci ildə noyabrın 8-də qələbə günü şəhid olan bizim mübarək şəhidimiz. Mən sizə çox böyük təşəkkür etmək istəyirəm. Bugün Nicat haqqında bilmədiklərimizi bizə danışdınız.
və Nicatın bir qəhrəman olduğunu biz də tamaşaçılarımıza, xüsusilə gənclərimizə öyrətməliyik ki, bax o bu gün gedib gəzdiyimiz, hər bir cığırında fərəhlə, qürurla gəzdiyimiz Şuşamız ki var, o deyir təkcə Azərbaycanın yox, dünyanın üzük qaşıdır Şuşa. Möcüzəvi bir yerdir Şuşa. Və mən də əslən Şuşalıyam. Və o Şuşanı işğaldan azad edən, Azərbaycanın o üzük qaşını işğaldan azad edən bir oğlanın döyüş yolu ilə bizi tanış etdiniz. Nə qədər vətənini sevən, bayrağını sevən, ölkəsini, Azərbaycanını sevən bir oğul olduğunu bir daha gördük və əziz tamaşaçılarımız, mən sizin hər birinizi dəvət edirəm. Şəhidlərimizlə daha yaxından tanış olmaq üçün təkcə onların haqqında yazılan kitabları oxumaq kifayət etmir. Onları daha yaxından tanımaq üçün onların anasının, atasının, bax burada bir cavan oğlan var, onun məhəllə uşağı deyək də, Rafik müəllim. Məhəllə uşaqlıq dostu, bir məhəllədə böyüyüblər. Övladlarınızla bərabər şəhidlərin evinə gəlin. Məktəbli övladlarınız var, xüsusilə oğlan uşaqları, 14, 15, 16 yaşında oğlan uşaqları ilə bərabər, düzdür, müəllimlərimiz gətirirlər şəhidlərin evlərinə. Amma siz də valideyn olaraq övladınızı bir bayramda, bir önəmli gündə, bir tədbir günündə, bir rəsmi bayramda, bir milli bayramda gəl oğlum, gəl bir şəhidin evinə gedək. Gör ki, qəhrəman necə olur. Gör ki, qeyrətli kişi necə olur. Bax, bunu öyrədək. Siz 1-ci Qarabağ müharibəsində iştirak etmişsiniz. Allah sizləri qorusun. Siz də bizim başımızın tacısınız. Siz canınızla, qanınızla döyüşmüsünüz. O çətin illərində Azərbaycanın. Valla sözün düzü belə bir zamanda danışmaq biraz insan üçün çətin olur. Nicat şəhid olanda mən özüm başqa bir şəhidin dəfn mərasiminə gedirdim. Mən yolda eşitdim ki, Nicat şəhid olub. Mən inanın ora necə gedib, necə gəlmişəm, bir o Allah bilir. Gözünüzün qabağında böyüyən... Bəli, gözümüzün qabağında böyüyən uşaq çox qanacaqlı, mərifətli. Atasıyla anasına layiq bir uşaq idi. Çox mərifətli uşaq idi. Elə bir ki, o uşaq, necə deyim, ürəyinə danmışdı ki, belə bir hadisələr olacaq. Böyüyün, kiçiyin yerin bilən uşaq idi. Allah ona qəni-qəni rəhmət eləsin. Bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. 1-ci Qarabağ döyüşlərində iştirak edib qardaşımız. Sizin bu qələbədə, deyək ki, bax o qələbə günü, Şuşanın işğaldan azad olunan günü, mübarək şəhidimizin də şəhadətini eşitmişsiniz. Həmən gün sizin üçün, bilmirəm də, duyğular necə olub da, həm sizin o yarıda qalan işiniz tamamlanıb, Azərbaycanın qələbəsi. O qələbəni siz çalmaq istəyirdiniz vaxtında, amma sizin oğullarınız o qələbəni çaldı. Həm də, belə deyim də, oğullarımızın canı bahasına oldu bu. Əlbəttə ki. Yəni onu bilirəm ki, heç bir sözlə ifadə eləmək mümkün deyil. Xeyr, xeyr. Və o duyğunu biz Azərbaycanlılar hər birimiz yaşadıq. Həmən günü. Hə, sizin indi hər oğlunuz da əsgərdir. Bəli, mənim öz hal-hazırda kiçik oğlum da əsgərdir. Sağ-salamat qayıtsın. Çox sağ olun. Bütün cəmi əsgərləri Allah qorusun. Hərbiçilərimiz Allah qorusun. O gün olsun bütün əsgərlərimiz sağ-salamat öz evlərinə, ata-analarının yanına gəlsin. Adı nədir oğlunuzun? Abbasov Əli. Əli Abbasov hal-hazırda Nicat Xələfovun işğaldan azad etdiyi o bütövləşən Azərbaycanın sərhədlərini qoruyan bir əsgərdir. Əsgərimizə salamlarımızı göndəririk. Bizim salamlarımızı çatdırarsınız ona. Yəqin ki, o hərbi hissədə televizora baxırlar. Bilirəm ki, mütləq hərbi hissələrdə televizor açılırsa, Space televiziyasında yayımlanan bu Qarabağ Azərbaycandır layihəsini mütləq əsgərlərimiz izləyirlər. Salamlarımızı yetiririk Əli Abbasova xüsusi olaraq. Sağ-salamat qayıt və hərbi hissənizdə olan bütün əsgərlərə də, bütün zabitlərə də salamlarımızı yetiririk. Allah sizi qorusun. Təşəkkür edirəm sizə. Gözəl anam mənim, gözəl atam. Mən bir daha sizə təşəkkür edirəm. Həm təşəkkür edirəm, belə bir oğul böyütmüsünüz. Buna görə sizə sonsuz təşəkkür edirəm. Təkcə mən yox, bizi izləyən bu dəqiqə bütün Azərbaycan tamaşaçıları sizin qarşınızda baş əyir. Sizə təşəkkürünü bildirir. Amma mən ona görə sizə təşəkkür edirəm ki, bugün bizi evinizə dəvət etdiniz. Nicat haqqında bilmədiklərimizi danışdınız.
bizimlə bölüşdünüz, o səmimi hisslərinizi bizimlə bölüşdünüz. Bax buna görə təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Siz də xoş gəlmisiniz. Gəlmək istəyən hər kəsin də başımız gözümüzdə yeri var. Ürəyi istəyən vaxt, istəyən hər kəs evimizdə qonaq ola bilər. Yəni bu ev təkcə bizim evimiz deyil. Nicat əvvəl tək bizim oğlumuz idi, indi hər kəsin oğludur. Nicatın evi də əvvəl tək bizim evimiz idi, indi hər kəsin evidir. Bilirsiniz, biz şadıq hər kəsə. Bəli. Bayramında biz Aha, hər il aha, bəli. sizi dəvət edirik. Mən hər il iftar süfrəsi açıram. Şəhidlərimizə görə də Bəli, gözəl. sizi dəvət edirəm. Gələ bilərsiniz. Məmnuniyyətlə, məmnuniyyətlə. edin biz gələrik. O Yox, mən hələ indi eləyirəm. Ayın 28-i 29-u bayram gecəsidir. 28-i eləyirəm iftar süfrəsini, gec cəmaatı yığım. Həm də Quran tapşırıram hər il. Qonşularım da bilir. Siz ora Allah dəvət razı olsun. edirsiniz. Allah razı olsun sizdən. O mübarək süfrənizdə gəlib əyləşmək, bir stəkan çayınıza qonaq olmaq bizim üçün şərəfdir. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram.